Salam uşaqlar, bu gün mən sizə Ada Universiteti haqqında bir qısa məlumat bildirəcəm. Şimdi ancaq Bakı filialı yox, başqa filiallarında var. Gördüyünüz kimi bizdə tələbə sayı 5000-ə yaxındır. Ondan əlavə akademik həyat, məşğulluq hamısı yuxarı səviyyədədir. 2025-ci il üzrə, yəni bu il üzrə qəbul siyasi var. Din üzrə ən çox bal yığılmış fakültə, Respublika üzrə, Kompüter Elmləri Fakültəsi. Məlumat verim sizə fakültələr haqqında. IT və mühəndislik, business, student life, yəni tələbənin həyatı haqqında biraz qısa məlumat verim. Bizdə 50 dənə student klublar var. Adada təkcə dərslər yox, həmçinin bunlar gedə bilərsiniz, startup trainings, tələbə mübadilə proqramları, 50 təmsil olunan ölkələr, 189 tərəfdaş universitetlər var. Yəni 189 başqa universitetlərlə əlaqədar da Ada Universiteti. Universitetin qəbulu dil imtahan nəticəsi ilə olar, SAT imtahan nəticəsi ilə. Din bildiyiniz dindir, SAT də riyaziyyatın ingilisini verirsiniz. IB, A-Level, AP imtahan nəticələri bu. SAT tələbləri minimum 1200 SAT balı yapmaq lazımdır. Amma sadəcə minimumdur. Ondan yuxarısını yapmaq lazımdır. Ada məktub məzunlar üçün qəbul qaydaları tələbələr 10 və 11-ci sinifin sonunda minimum 2 ortalama bal olmalıdır. Komandamızla tanış ola bilərsiniz. Güney Muxtarlı, Elşor, Görüşür və Ləman Hüseyni. Deməli bu oyun basic bir oyundur. Hansı ki, Asman Topaşı oynanan. Bugün bunu başladı.